videomla Gəncə şəhərindən çəkiliş edib şəhid İhsan Bulağının yanından 3 qardaş, şəhid Qazi Veteran Qardaşları kanalının rəhbəri Azər Bağırova səslənir. Çox hörmətli gözəl insan. Bu videomla mən sizə çəkib bildirmək istəyirəm ki, məcbur qalaraq Gəncə şəhəri Kommunal İdarəsinə dəfələrlə müraciət elədiyimiz halda gəlib bu Totanlı qəsəbəsi ən böyük bir qəsəbə, şəhidin İhsan Bulağı gəlib burada zibil qabı qoymalılar. Bugün gündə gəlib mən çəkiliş eləyəndən sonra görürsünüz ki, şəhidimizin İhsan Bulağının ətrafı bütün zibillikdir. Gəlib buranı yığmaq əvəzinə yığıb da şəhidin İhsan Bulağının altına baxa da bilərsiniz. Və şəhidimizin sağ sol yanı körpünün altına gəlib zibili təmizləmə əvəzinə görə də bilərsiniz. Baxın, gəlib yığıbdılar, gedibdilər. Buradan sizə də sözüm, çox hörmətli Azər müəllim. Siz eləsəz, köməklik siz biz eləyərsiniz. Bugünkü də mən məcbur qalaraq Gəncə şəhəri Kommunal İdarəsinə dəfələrlə müraciət elədiyim halda gəlib heç bir tədbir görmürdülər. Bugün də şəhidimizə hər bir rayonda dəyər verilir, hər bir rayon və şəhərlərimizdə. Bugünkü də Gəncə şəhəri Kommunal Birliyinin idarəsinin rəhbərliyinə mən bu boyda müraciət elədiyim halda gəlib bu yekətə qəsəbəyə, şəhər Göl rayonundan Gəncə şəhərini birləşdirən bir qəsəbədir. Bunlar gəlib buraya heç bir tədbir görmürdülər. Sizdən xahiş edirik ki, bunu işıqlandırın. Bəlkə sizin vasitənizdən bunların gözü açılar, gəlib bura bir köməklik eləyərlər.